Uşaqlar, mən xalqın uşağını tapmışam. Tanış olun Johnny Kim. Yox, bu Johnny Sins deyil. O da xalqın uşağı ola bilər, amma tamamilə başqa bir kateqoriyada. Bugün ondan danışmırıq. Bugün biz Johnny Kim barəsində danışırıq. 16 yaşı olanda o dəniz pişiyi olmağa qərar verir və bunu bacarır. Dəniz pişiyi olduğu zaman 100-dən çox hərbi missiyada iştirak edir və bir çox insanları xilas etdiyinə görə fərqlənmə medalına layiq görülür. Hərbidə olduğu zaman o Summa Cum Laude adlı riyaziyyat üzrə imtahanını verir və bunun sayəsində Harvardda tibb fakültəsinə daxil olur və bitirəndən sonra təcili tibbi yardım üzrə həkim olur. Bundan da savayı o hərbidə olduğu müddət astronavtlığa sorğu göndərir və seçilir və astronavt olur. Amma bunun üçün öncə təyyarə sürməyi öyrənməlidir və 2 il bundan qabaq o təyyarə sürmək üzrə imtahanı verir və artıq astronavt olur. Yəni ki, Johnny Kim eyni anda həm dəniz pişiyi, həkim və astronavtdır. Yəni əsl xalqın uşağı bax budur. Əziz valideynlər, bizi xalqın uşağı ilə fərqləndirdiyiniz zaman bax bu uşaqla fərqləndirin. Başqa uşaqlarla yox.